Terrorizmlə mübarizə əsas hədəflər mövzusunda konfrans keçirilib. Azərbaycan dövlətinin özünəməxsus sosial-iqtisadi inkişaf modeli var və bunun əsasında tolerantlıq, multikulturalizm dayanır. Millət vəkili Şəmsəddin Hacıyev dini radikalizmlə mübarizə əsas hədəflər mövzusunda keçirilən konfransda belə dedi. Bildirdi ki, bu model bütün dünyaya nümunədir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən formalaşan dövlət-din münasibətlərinin əhəmiyyətini vurğuladı. Qanunvericilikdə dini ekstremizmə qarşı mübarizə ilə bağlı edilən dəyişiklikdən danışan komitə sədri Azərbaycanda radikalizmə qarşı ciddi mübarizənin aparıldığını bildirdi. Bəzi məscidlərdə hazırda web kameralar var, daha böyük məscidlərdə və təhlükəsizliklə bağlı orada tədbirlər görülür. Əlbəttə bu bir günün işi deyil. Zaman-zaman bunu biz həll eləməliyik. Məscidlərdə web kameralar olmalıdır. Məscidlərə girib çıxan insanlar bilməlidirlər ki, onlar haraya gəlirlər və orada hər hansı bir təxribat törətmə ehtimalını bu cür kameralar aradan qaldıra biləcəkdir. Onsuz da indi də var bəzilərində, amma bunu zaman-zaman tədricən əksər məscidlərdə tətbiq etmək lazımdır. Sonra çıxış edən Milli Məclisin deputatları Eldar İbrahimov, Fəttah Heydərov, Rahadı Rəcəbli, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov ölkədə ekstremizmə qarşı mübarizədən və bütün dinlərə dövlət rəhbərliyi səviyyəsində yaradılan yüksək şəraitdən danışdılar. Dağ Yahudiləri dini icmasının sədri Milik Yevdayev diqqətə çatdırdı ki, Azərbaycanda antisemitizmə yer yoxdur və ola da bilməz. İslamın sülh, şəfqət, dostluq, qardaşlıq dini olduğunu deyən icma sədri Prezident İlham Əliyevin sərəncamı ilə Yahudilər üçün tikilən sinagoqa görə dövlət başçısına minnətdarlığını bildirdi. Konfrans mövzu ətrafında müzakirələrlə davam etdi. Elşad Əsənli, Fariz Babayev, Lalə Məmmədova, xəbərlər. Fransanın Saint-Germain şəhərinin